Əziz uşaqlar, bugünkü dərsimizdə biz sizinlə 17-ci əsrin ikinci yarısında Azərbaycanda kənd təsərrüfatının vəziyyəti haqqında danışacağıq. Nəzərinizə çatdırım ki, əvvəllər olduğu kimi 17-ci əsrin ikinci yarısında da Azərbaycan iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi. Kənd təsərrüfatında isə əsas istehsal vasitəsi torpaq idi. Torpaq isə bir neçə mülkiyyət formalarına bölünüb, ayrı-ayrı qruplara və şəxslərə məxsus idi. Nəzərinizə çatdırım ki, Azərbaycanda torpaq mülkiyyətinin formalarının meydana gəlməsi hələ erkən orta əsrlər dövründən başlamış, Ərəb xilafəti dövründə əsasən formalaşmış və müəyyən dəyişikliklərlə 17-ci əsrin ikinci yarısına qədər gəlib çatmışdı. Bu dövrdə Azərbaycanda torpaq mülkiyyətinin 6 əsas forması yayılmışdı. Bunların birincisi divan adlandırılan dövlət torpaqları idi. İkincisi xalisə adlandırılan torpaqlar idi ki, bu torpaqlar da şaha və onun ailə üzvlərinə məxsus olan torpaqlar hesab olunurdu. Üçüncü torpaq mülkiyyət forması xidmət müqabilində şərti olaraq verilən torpaqlar idi ki, belə torpaqlar tiyul və yaxud soyurqal adlandırılırdı. Dördüncü torpaq mülkiyyət forması vəqf torpaqları hesab olunurdu. Belə torpaqlar adətən ruhanilərə və dini idarələrə məxsus olurdu. Beşinci torpaq mülkiyyət forması mülk torpaqları idi. Bu feodallara məxsus torpaqlar idi və həmin feodallar mülk torpaqlarından istədiyi kimi istifadə etmək hüququna malikdirlər. Nəhayət, 6-cı torpaq mülkiyyət forması cəmaət torpaqları və yaxud icma torpaqları adlanırdı. Qeyd etmək istərdim ki, bu torpaq mülkiyyət formalarının Azərbaycanın kənd təsərrüfatındakı mövqeyi heç də eyni deyildi. Divan torpaqları və xalisə torpaqları 17-ci əsrin ikinci yarısında Azərbaycanda ən geniş yayılmış torpaq mülkiyyət formaları idi. Mövcud əkinə yararlı torpaq sahələrinin əksəriyyəti məhz bu mülkiyyət formaları tərəfindən əhatə olunurdu. Dövlət torpaqlarından əldə olunan gəlir birbaşa dövlət xəzinəsinə daxil olur və dövlətin ayrı-ayrı sahələrə sərf etdiyi xərclərin əsasını təşkil edirdi. Xalisə torpaqlarından əldə olunan gəlir də xəzinəyə əlavə edilirdi. Lakin bu sahədən əldə olunan gəlirin xərclənməsi üzərində şah bilavasitə nəzarət edir və həmin gəlirdən şahın ailə üzvləri də müəyyən dərəcədə istifadə etmək hüququna malik idi. Tiyul torpaqları və yaxud soyurqal torpaqları qeyd etdiyimiz kimi xidmət müqabilində verilən torpaqlar idi. Belə torpaqlar ayrı-ayrı vəzifəli şəxslərə həm hərbi, həm də mülki xidmətə görə verilirdi və həmin torpaqlar xidmət müddətinə verilirdi. Əksər hallarda xidmət başa çatdıqdan sonra belə torpaqlar irsən həmin demək ki, tiyul sahibinin övladlarına verilirdi. Çünki əksər hallarda vəzifələr irsən keçirdi və təbii ki, vəzifəni irsən alan övlad həmin vəzifəyə görə verilən torpağı da irsən alır və ondan istifadə edirdi. Qeyd elədiyimiz torpaq mülkiyyət formalarından vəqf torpaqları da geniş yayılmışdı. Vəqf torpaqları qeyd elədiyimiz kimi ruhanilərin və dini idarələrin ixtiyarında olan torpaqlar idi. Bu torpaqlardan əldə olunan gəlirdən həm ruhanilərin saxlanılmasına, şikəstlərin, əlillərin saxlanılmasına, məktəblərin, mədrəsələrin saxlanılmasına demək ki, istifadə olunurdu və bu həmin məqsədlərlə sərf edilirdi. İcma torpaqları Azərbaycanda o qədər də geniş yayılmamışdı. 17-ci əsrin ikinci yarısında icma torpaqlarının sahələri getdikcə azalırdı. Bir növ müdafiəsiz olan kənd icmaları tez-tez iri feodalların qəsbkarlığı nəticəsində torpaq mülklərindən, torpaq sahələrindən məhrum olurlar və bu da son nəticədə qeyd elədiyimiz kimi icma torpaqlarının, cəmaət torpaqlarının sahəsinin kəskin şəkildə azalmasına gətirib çıxarırdı. Mülk torpaqları da geniş yayılmışdı. Mülk torpaqlarının bir ən başlıca
xüsusiyyəti ondan ibarət idi ki, belə torpaqlar xidmətlə bağlı deyildi. Belə ki, mülk torpaqlarının sahibi irsən aldığı həmin mülkləri istədiyi kimi ondan istifadə etmək hüququna malik idi. Onları sata bilərdi, bağışlaya bilərdi, girov qoya bilərdi və irsən verə bilərdi. Belə torpaq mülkiyyət formaları ümumilikdə götürdükdə Azərbaycanda müəyyən nisbətlə 19-cu əsrə qədər mövcud olmuşdu. Mövzumuzun adından göründüyü kimi biz bugünkü dərsimizdə daha çox 17-ci əsrin ikinci yarısında Azərbaycanda kənd təsərrüfatının vəziyyəti haqqında danışacağıq. Qeyd elədiyimiz kimi Azərbaycan əvvəllər olduğu kimi 17-ci əsrin ikinci yarısında da kənd təsərrüfatı ölkəsi idi və təbii ki, onun iqtisadiyyatının əsasını da kənd təsərrüfatı təşkil edirdi. Kənd təsərrüfatında iki sahə aparıcı mövqeyə malik idi: əkinçilik və maldarlıq. Əkinçilik Azərbaycanın bütün bölgələri üçün xarakterik bir məşğuliyyət sahəsi idi. Azərbaycanın demək olar ki, bütün bölgələrində müxtəlif həcmdə dənli bitkilər əkilirdi. Əkinçilik təsərrüfatının inkişafı bilavasitə kəndlilərlə bağlı idi. Kəndlilər həm dövlətə, həm də feodallara məxsus torpaq sahələrini becərir və əldə etdikləri məhsulun müəyyən hissəsini vergi şəklində müvafiq olaraq dövlətə və yaxud feodala verirdilər. Maldarlıq da yayılmışdı və bu sahə ilə də elatlar məşğul olurdu. Qeyd elədiyimiz kimi, kənd təsərrüfatında aparıcı sahə əkinçilik idi. Əkinçilikdə isə daha çox dənli bitkilər istehsalı geniş yayılmışdı. Azərbaycanın bölgələrinin əksəriyyətində taxıl bitkiləri, o cümlədən buğda, arpa, darı, çəltik, paxla əkilib becərilir və yetişdirilirdi. İstehsal olunan məhsulun böyük hissəsi, xüsusilə buğda və arpa, darı və çəltik daha çox əhalinin öz istehlakına sərf olunurdu. İstehsal olunan məhsulun çox cüzi bir hissəsi xarici ölkələrə ixrac edilə bilirdi. Ayrı-ayrı bölgələrimiz, xüsusilə Araz çayı boyundakı ərazilər, Ərdəbil şəhəri və onun ətrafındakı ərazilər dənli bitkilər istehsalına görə şöhrət qazanmışlar və burada torpaq daha məhsuldar olub yüksək miqdarda məhsul verirdi. Azərbaycan əhalisinin belə deyək də məişətində, qida rasionunda çəltik də geniş yer tuturdu. Çəltikçilik Şəkidə, Qarabağda, Gəncədə, Təbrizdə, Naxçıvanda və digər bölgələrimizdə yetişdirilirdi və yetişdirilən çəltik öz keyfiyyətinə görə başqa ölkələrdə istehsal edilən çəltikdən geri qalmırdı. Misal üçün, 17-ci əsrdə yaşamış müəllif Əylisli Zəkəriyyə göstərirdi ki, Marağada istehsal olunan çəltik öz keyfiyyətinə görə Hindistan çəltiyindən heç də geri qalmırdı və hətta bəzi hallarda ondan üstün olurdu. Bu dövrdə əkinçiliyin başqa sahələri də inkişaf eləmişdi. Xüsusilə Azərbaycanda bağçılıq, bostançılıq, üzümçülük, tərəvəzçilik geniş yayılmışdı. Bu sahələrin inkişafı daha çox şəhər əhalisinin tələbatını ödəmək məqsədi ilə bağlı idi. O sahələrə xidmət edirdi. Elə bunun nəticəsi idi ki, meyvə bağlarının əksəriyyəti, tərəvəz, bostan sahələrinin əksəriyyəti iri şəhərlərin ətrafında yerləşirdi və həmin sahələrdən əldə olunan məhsul bilavasitə şəhər əhalisinin tələbatının ödənilməsinə yönəlmişdi. Şəhərlərin özlərində də demək, bağçılıq və tərəvəzçilik inkişaf etmişdi. Ayrı-ayrı şəhərlərdə əhali özlərinə məxsus kiçik torpaq sahələrində bağ salır, tərəvəz məhsulları yetişdirirdilər. Bəzi hallarda istehsal olunan məhsul xarici ölkələrə də ixrac olunurdu. Təbii ki, bu daha çox həmin meyvələrin, xüsusilə bağlardan əldə edilən meyvələrin qurudulmuş halda ixrac edilməsi ilə bağlı olurdu. 17-ci əsrin ikinci yarısında Azərbaycanda texniki bitkilər istehsalı da tədricən genişlənirdi. Bu bitkilər arasında pambıq istehsalını xüsusilə qeyd etmək lazımdır.
Bilirsiniz ki, hələ orta əsrlərin əvvəlki dövrlərindən Azərbaycanda toxuculuq istehsalı geniş yayılmışdı. Azərbaycanda müxtəlif növ parçalar toxunurdu. Toxuculuq sənətinin inkişafını təmin etmək məsələsində pambıqçılıq mühüm rol oynayırdı. Və bu pambıq sahələri yenə qeyd elədiyimiz kimi Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə isti iqlimə malik olan Naxçıvanda, Marağada, Təbrizdə, bəzi Qarabağın düzənlik ərazilərində geniş yayılmışdı. Azərbaycan iqtisadiyyatında ipəkçilik geniş yayılmışdı, mühüm yer tuturdu. Bu, Azərbaycan ərazisində tut və çəkil bağları geniş yayıldığından Azərbaycanın ayrı-ayrı bölgələrində, Şəkidə, Şamaxıda, Gəncədə, başqa yerlərdə belə bağların sayəsi çox böyük idi. İstehsal olunan xam ipək həm yerli tələbatı ödəyir, həm də xarici ölkələrə ixrac edilirdi. Digər texniki bitkilər arasında boyaq otu adlanan bitki mühüm yer tuturdu. Adından göründüyü kimi bu bitki parçaların, ipliklərin müxtəlif rənglərə boyanmasında mühüm rol oynayırdı. Daha dəqiq desək, qızıl boya və yaxud boyaq otu adlanan bu bitkinin kökünü toplayır və ondan parçaları qırmızı rəngə boyamaq üçün istifadə edirdilər. Təsadüfi deyil ki, hələ 16-17-ci əsrlərdə boyaq otu bitkisindən əldə edilən boyaqla boyadılmış bir çox toxuculuq məmulatları indiyə qədər də öz təravətini saxlayırdı. Çünki həmin boyaq otundan əldə olunan rəng olduqca keyfiyyətli olurdu. Bu dövrdə Azərbaycanda zəfəran da yetişdirilirdi. Zəfəran əsasən Abşeron yarımadasında yetişdirilirdi. Zəfərandan həm yeməklərin hazırlanmasında istifadə olunurdu, həm də zəfərandan demək sarı rəng alınmasında da istifadə olunur və boyaqçılıqda istifadə edilirdi. 17-ci əsrin ikinci yarısında Azərbaycanda yeni bir texniki bitkinin becərilməsinə başlanılmışdı. Bu tütün idi. Bilirsiniz ki, tütünün vətəni Amerika qitəsi idi. Vaxtı ilə Portuqaliyalılar bu bitkini Amerikadan öz vətənlərinə gətirmiş, sonra isə şərq ölkələrinə yaymışlar və 17-ci əsrdən Portuqaliyalılar həmin bitkini Azərbaycanda da tətbiq etməyə başlamışlar və bu bitkinin tədricən sahələri genişlənirdi. Əsasən tütün bitkisi Azərbaycanın şimal-qərb bölgələrində, Marağa ətrafındakı ərazilərdə geniş yayılmışdı. 17-ci əsrin ikinci yarısında Azərbaycanda əkinçiliyin inkişafı daha çox süni suvarma ilə bağlı idi. Bilirsiniz ki, digər şərq ölkələri kimi Azərbaycan da isti iqlim şəraitinə malik idi və əkinçiliyin bir çox sahələri suvarma olmadan inkişaf edə bilməzdi. Elə buna görə də 17-ci əsrin ikinci yarısında da Azərbaycanda süni suvarmanın çox geniş şəbəkəsi yayılmışdı. Bu şəbəkənin sırasına çaylardan və göllərdən çəkilmiş arxları göstərmək olar, kəhrizləri göstərmək olar və quyuları göstərmək olar. Nəzərinizə çatdırım ki, arxların çəkilməsi, kəhrizlərin qazılması çox böyük vəsait tələb edirdi. Ona görə də bu məsələnin işlənməsi ilə, bu sistemin yaradılması ilə daha çox böyük kapitala malik olan iri feodallar və yaxud da ki, dövlət özü məşğul olurdu. Çəkilmiş kəhrizlər, arxlar onların mülkiyyətində olurdu və həmin adamlar kəndlilərdən, həmin su mənbələrindən istifadəyə görə müəyyən miqdarda vergi toplayırdılar. Maldarlığın inkişafından da danışmaq lazımdır. Azərbaycanın əksər bölgələrində qoyunçuluq, iri buynuzlu mal-qaranın yetişdirilməsi, atların saxlanılması geniş miqyas almışdı. Bu dövrdə də əvvəllər olduğu kimi köçmə yaylaq maldarlığı yayılmışdı. Yəni, ayrı-ayrı adamlar, xüsusilə elat adlandırılan əhali əsasən öz mallarını qışda, isti qışlaqlarda saxlayır, yayda isə öz mal-qarasını yaylaqlara köçürürlər. Və nəzərinizə çatdırım ki, Qarabağda, Ərdəbildə və bir çox başqa yerlərdə demək ki, böyük at ilxıları var idi və bu at ilxıları həm Azərbaycanda süvari orduda xidmət etmək məsələsinə köməklik göstərirdi, həm də onlar
xarici ölkələrə də göndərilir, ixrac edilir və yaxud da satılırlar. 17-ci əsrin ikinci yarısında Azərbaycan iqtisadiyyatında arıçılıq da müəyyən yer tuturdu və istehsal olunan bal yerli əhalinin tələbatını ödəməklə xarici ölkələrə ixrac edilirdi.